Belə bir suallara baxırıq. Kristallik kükürt molekulunda rabitənin yaranmasında iştirak edən elektronların sayı ümumi elektronun neçə faizini təşkil edir? Kristallik kükürt bilirsiniz ki, S8 yazılır. S8-də 8 dənə rabitə var. 8 rabitə varsa, deməli bu 8 rabitəni 16 elektron əmələ gətirir. Rabitə yaranmada iştirak edən elektronlar oldu 16 dənə. Ümumi elektronların sayı deyəndə kükürdün proton sayı 16-dır. S8 dediyinə görə 16 vurulsun 8 olacaq. Nisbət istəyirsə 16 bölünsün. 16 vur 8 vur 100. 12,5% etmiş olacaq. Deməli, rabitə yaranmada iştirak edən elektronların sayı deyəndə rabitənin sayını tapıb 2-yə vurursunuz. Ümumi elektronların sayı deyəndə isə proton sayını necə hesablayırıqsa, neytral atomda elektronların sayını da o formada hesablayırıq. İkinci suala baxırıq. Burada natrium KS-dən mis-SO4 verib bizə və elektrolizdən alınan bəsti maddələr. Sadəcə burada hansının anion, hansının kation olduğunu bilmirik. Amma bizə burada deyir ki, Z ilə Y arasında reaksiya baş vermir. İndi gəlin elə fərz eləyək ki, X-da hidrogendir, Y-də kükürtdür, mis-SO4-də elə katodda mis alınır, anodda da oksigen ayrılır. Əgər bu formada baxsaq, bu formada doğru olmayacaq. Niyə? Çünki Z ilə Y-in reaksiyasını istəmir, amma mən baxıram ki, mis ilə S, mis-S birləşməsi əmələ gətirə bilər. Deməli, yuxarıda yazdığımın tərsini götürməliyəm. Birinci X-da kükürt yazmalıyam, yəni anod. İkinci tərəfdə hidrogen yazmalıyam. Və mən baxıram ki, həqiqətən də mis-lə, yəni Z ilə Y, mis-lə hidrogen reaksiya getmir. Deməli, bu formada doğrudur. İndi məndən X-dan Y-in reaksiya məhsulunu istəyir. X-dan T-ni üzr istəyirəm. X deməli kükürtdür, T də oksigendir. Məhsulumuz olacaq SO2 variantı. Hansı duzun hidrolizinin birinci mərhələsində əsasi duz alınır? Demişik ki, əsasi duz alınırsa, deməli bu maddə, bu duz turş mühitdə olan duzdur. Çünki turş duzu alınanda əsasi mühit götürürük, əsasi duz alanda turş mühit götürürük. Turş mühit olan variantlarda ya A-dır, ya B-dir, ya da C-dir. Bəs niyə görə? Doğru cavab C-dir. A-la B-ni doğru götürmürəm. Uşaqlar, əsasi duzun alınması üçün bilirsiniz ki, əsas minimum nə olmalıdır? 2 turşulu olmalıdır. Yəni, mütləq şəkildə 2 dənə OH qrupu olmalıdır. NH4-ün bir dənə OH var. NH4 OH. Gümüş də yenə gümüş hidroksid, gümüş bir variantlıdır. Ona görə olmur. Amma sinkdə, sink OH-dır axı. Bunun əsaslığı, belə deyək də, 2 dənə OH qrupu olduğuna görə deməli doğru cavab C variantı götürəcəyik. Ümumiyyətlə, A ilə B-də əsasi duz yarana bilmir. Çünki əsas 2 turşulu deyil. Bu 32-ci suala baxırıq. Hansı duzun suda məhlulun elektroliz zamanı anodda oksigen ayrılır? Anodda oksigen ayrılırsa, əlbəttə ki, bu tərkibində turşu, oksigenli turşu qalığı olan bir maddədir. Yəni, gümüş nitrat. İkinci tərəfində oksigen olduğuna görə. Onsuz da mənfilə baxanda digərlərində oksigen yoxdur. 33-ə baxırıq. Hansı maddə suda həll olur? Şuralar demişik ki, tərkibində natrium olan bütün duzlar yaxşı həll olur. 2 ilə 4 100% var. 2 ilə 4 100% varsa, variantları çıxıram. İndi qalıram 3 ilə 6 arasında. 6 nədir? Yəqin ki, hamın yadındadır. Demişdim ki, o SO3 olan maddələr sintetik yuyucu vasitə idi. Sintetik yuyucu vasitə. Təbii ki, sintetik yuyucu vasitələr də suda yaxşı həll olan birləşmələrdir. Ona görə cavab Y variantı olmuş olacaq.